Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri. Ve hlul ukdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme ve ba'd. Biz geçen dersimizde ilmin fəziləti haqqında bəzi faydalara götürdük, ilmin şərəfindən danışdıq və ilmin fəzilətindən bəzilərini zikr elədik. Və bugün də həmin dərsin davamı olaraq ilmin fəziləti barədə digər fəzilətləri sayacaq. Onlardan biri şeyx gətirir ki, onlardan biri də ilmin savabı daimidir, heç zaman kəsilməz, heç zaman bitməz. İlmin fəzilətindəndir ki, ilmin savabı daimidir və heç zaman kəsilmir. Məsələn, insan başqa bir şeylə bir əməl edərsə, namaz qılır məsələn. Namazı qıldığı sürəcə savabını qazanır, namaz bitdikdə savab da onunla bərabər bitər. Hətta malla, məsələn, malınla birinə sədəqə elədi, birinə bir şey aldı, yedirtdi, məsələn, bir kası var. Yəni, həmən sürəcə savabı qazanır, ondan sonra onun savabı nədir? Artıq kəsilir. Amma elmin savabı belə deyil. Allah Resulü sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, insan vəfat elədiyi zaman onun əməl dəftəri bağlanar. Vəfat elədiyi zaman əməl dəftəri artıq bağlanar. 3 qapıdan başqa 3 qapı açıq qalar. Onlardan biri deyir ki, sadaqatın cəriyə, daimi axan sədəqə. Daimi axan sədəqəyə misallar, məsələn, məscid tikdirmək, bulaq, çeşmə açdırmaq. Yəni, o şeylərin ki, savab, insanlar o şeylərdən ki, daimən istifadə edəcək, uzun müddət istifadə edəcək. İnsanlar istifadə etdiyi sürəcə nədir, sənə oradan savab gəlir. İkincisi, deyir ki, ilmun yuntəfə'u bih. Faydalı elm. O elm ki, faydalı elmdir, nədir? Onun savabı daimidir. Yəni, bir insana bir şey öyrədərsənsə, Allahın dilindən bir şey öyrədərsənsə, onun savabı kəsilməz. O insan ona əməl etdikcə, ondan sonrakılar ona əməl etdikcə, o da kimlərəsə öyrədir. Onun savabı daimə sənə yazılır. Və yaxud bir kitab yazırsan, insanlar o kitabı oxuduqca, yüz illərlə, min illərlə sənə onun savabı gəlir. Baxın, bu qardaşlar, İmam Buxari Rahiməhullahın vəfatından hardan baxsan, təxminən 1200 il vaxt keçir. Yəni, alimlər deyir ki, bugünkü günü elə bir saniyə və elə bir dəqiqə yoxdur ki, o dəqiqədə yeryüzünün hər hansı bir yerində İmam Buxarinin adını çəkib ona Rahiməhullah deyilməsin. Hər saniyə, hər dəqiqə ona rəhmət oxuyurlar. Yəni, bugünkü günü bizdə axşamdır, biz burada onun adını çəkdik, rəhmət oxuduq. Deyək ki, bir neçə saatdan sonra başqa ölkədə axşam namazı olacaqlar, orada məsələn, haradasa elə bir vaxt yoxdur ki, orada onun adı çəkilməsin. Bir Allah Azze və Cəllə onun şənini o qədər elmlə onu ucaltdı. Eləcə digər alimlər, yəni bu hamısına aiddir. Eləcə səhabələr, hər adını çəkdikdə radiyallahu anhum deyirsən, hamısına dua edirsən, yaxud da hər hansı birinin adını çəkir, ona dua edirsən. Bu da onların Allah Azze və Cəllə elmlə ucaltdığına görədir. Və üçüncü də buyurur ki, vələdin salihin yed'ulə, yaxud da valideyn üçün dua edən salih övlad. Bu üç əməlin savabı daimi olur. Və bu hədisin şərhində İmam Nəvəvi Rahiməhullah buyurur ki, bu hədisdə elmin fəzilətinə dəlil var. Eyni zamanda elmi çoxaltmağa həvəsləndirmək var və elmi özündən insanlara öyrətməklə özündən sonraya miras buraxmağa dəlil var. Və insanlara elmi izah etməyə dəlil var. Eyni zamanda İnsan da deyir, elm öyrəndikdə və hər hansı bir elm seçdikdə hansı daha faydalı elmdir, onu seçməsi lazımdır. Və İbn Qeym Rahiməhullah da həmçinin bu hədis haqqında buyurur ki, bu hədis elmin şərəfinə, fəzilətinə, onun səmərələrinin böyüklüyünə ən böyük dəlillərdən biridir. Çünki bunun savabı, elmin savabı kişiyə ölümündən sonra da çatır. Nə qədər ki, o elmdən faydalanılırsa, o insana diri savabı çatır. Elə bir ki, o diridir, bir diri kimidir. Yenə də savab qazanmağa davam edir. Ona görə də sələflərin məşhur bir sözü var. Deyirlər ki, ilmur raculi vələduhul muxalləd. Kişinin elmi onun əbədi övladıdır.
kişinin elmi, yəni insanın kimsə əbədi bu dünyada qala bilirmi? Əbədi olaraq xeyr. Övlad, mal, dövlət heç biri əbədi deyil, həmişəlik deyil. Amma əbədi övlad sənin nəyindir? Sənin elmindir. Özündən sonra qoyub getdiyin övladı, malı, hər bir şeyin kəsiləcək, bitəcək. Amma qoyub getdiyin elm səndən sonra yüz illərlə də ondan insanlar faydalandıqca sənə nə deyək, ona görə sənə savab gələcək. Həmçinin elmin fəzilətinə dəlillərdən biri də elm qəlblərə həyatdır. Elm qəlblər üçün həyatdır. Bu barədə Rasulullah Əbu Musa Əşəri radiyallahu anhdan gələn hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azə və Cəllənin mənə göndərdiyi elm və hidayəti mən deyir, çoxlu gür yağan bir yağışa bənzədir. Rasulullah sallallahu aleyhi və səlləm onu bir gür yağışa bənzədir və misal çəkir. Allah Taala'nın deyir, mənimlə göndərdiyi elm və hidayəti, hidayət nəyə bənzəyir deyir? Bir gür yağışa, bərəkətli, bol yağışa bənzəyir. Və bu bol yağış da deyir, bəzən deyir, elə bir torpağa yağır ki deyir, o torpaq deyir, təmizdir torpaqdır deyir. Və suyu qəbul eləyir, çoxlu otlar və bitkilər bitirir. Bəzi torpaqlar var, yağır, təmiz torpaqdır, yağış yağdıqda, bol sulu yağış yağdıqda oradan ot bitir, bitkilər bitir. Və bəzən deyir, elə torpaqlara yağır ki, və insanlar deyir, elə torpaqlara yağır ki, o torpaqlar suyu tutub saxlayır. İnsanlar o sudan və bununla insanlar o sudan faydalanırlar. Yəni, içirlər və ondan ərazilərini sulayırlar, suvarmada istifadə edirlər, yaxud əkinlərini sulayırlar, yaxud mal qaralarını sulayırlar. Yəni, o su orada nəsə bitirmir. Daş parçaları daşlamır, amma sunu əlbəttə bir gölməçə kimi saxlayır. O yağış göydən yağan eyni yağışdır. Bir yerdə ot bitirir, bir yerdə ot bitirmir, lakin yenə də o sudan faydalanırlar. Üçüncü deyir, başqa bir yerə yağır deyir, o deyir, sürüşkən bir daş kimidir. Su düşür, nə üzərində suyu saxlamır, nə də bir faydası yoxdur. Deyir, Allahın mənimlə göndərdiyi elm və nur da deyir, bu şəkildədir. Bəzi insanlar var ki, birincinin misalı nədir? Allahın dinində fəqih olur. Allahın dinini öyrənir, əməl eləyir. Allah onunla buna mənimlə göndərdiyi bu elmlə ona fayda verir və o öyrənir və insanlara öyrədir. Bu birincinin misalına bənzəyir. Nəyin misalına? Bitən otun misalına bənzəyir. Həm əməl eləyir, həm də başqalarına fayda verir. İkincinin misalı nəyə bənzədir Peyğəmbər sallallahu aleyhi ve sellem? Suyu saxlayanlar misalı. İnsanlara öyrədir, amma özü əməl eləmir. Başqalarına faydası var, amma özündə heç nə bitirmir. Üçüncünün misalı nəyə bənzəyir? O, nasıl ki, nə üzündə suyu saxlamır, nə də ki, heç nə bitirmir. Daş var, qaya parçası. O da deyir, Allahın göndərdiyi nə hidayəti, elmi qəbul etməyənin misalına bənzəyir. Haqqı, elmi qəbul etməyənin misalına bənzəyir. Və İbn Qeym Rahimullah buyurur ki, necə ki, yerin həyatı, yerin diriliyi, dirilməsi yağışla olur, eləcə də qəlbin, bu Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdən İbn Qeym hansı faydanı çıxarır? Baxın qardaşlar, deyir ki, necə ki, yerin, torpağın dirilişi nə ilə olur? O yağışla, o bol sulu yağışla olur. Eləcə də qəlbin diriliyi deyə nə ilə olur? Qəlb necə dirilir? Elmlə dirilir. Elm olmaqla dirilir. Və Muvattada gəlir ki, Loğman aleyhissalam bir gün oğluna deyir ki, ya bu neyyə cəlisəl uləmə? Ey oğlum, alimlərin yanında otur. Loğman aleyhissalam oğluna nəsiyyətindəndir. Və onların dizinin dibində deyil, izdiham et. Çünki Allah Azze ve Celle ölmüş qəlbləri hikmət nuru ilə dirildər. Necə ki, ölmüş yeri, ölmüş torpağı bol sulu yağışla dirildir. Yəni, insanlar deyir ki, yəni, bir bol sulu yağışla ölü yer necə dirilir? Bəli, qardaş, bunun şəxsən biz Saudiyədə olduğumuz zaman bunun şahidi olduq. 10 illərdir gördüyümüz dağlar var idi ki, gözümüzün qabağında istər Uhud dağı olsun, istər digər dağlar olsun.
sıldırım qaya parçalarından başka bir şey değildi. Bir neçə il bundan qabaq müntəzəm bir neçə ay durmadan yağışlar yağdı. Və biz o dağları tanımadıq. 10 illərdir gördüyümüz dağlar yamyaşıl dağlara çevrildi. Allah Teala bu insanlara da bir ibrət idi. İnsanlara bundan Allah özələ ibrət göstərdi. Sıldırım qaya üzərində torpaq belə yoxdur. Və yaxud səhradan qum parçaları, qumlardan yaranmış bir dağdır. Davamlı yağışlarla Allah Azza və Cəllə neynədi? Orada otlar bitirdi. Əgər davamlı yağan yağışla qaya parçasında otlar bitirsə, bizim qəlbimiz məyər o qaya parçası qədər bərkdirmi? O qədər mi qəlbimiz sərtdir ki, bizim qəlbimizdə heç nə bitməsin? Davamlı olaraq ora elm girərsə o qəlblərə, yəni biz o qızən deyilmi ki, bizim qəlbimizdə heç nə bitməyə? Subhanallah. Yəni bizim qəlbimiz o qaya parçaları qədər bərk deyil. Ki Allah Azza və Cəllə, elə ki biz davamlı elmdə olarıqsa, Allah Azza və Cəllə bizim qəlbimizi də o iman nuru ilə, elm nuru ilə, hikmət nuru ilə doldurar. Və Loğman Aleyhisselam deyir ki, ona görə deyir, yer deyir, yağışa, bəzi vaxtlarda yağışa ehtiyacı olur. Əgər yağış davamlı olarsa, onun kəsilməyini istəyər. Amma elm deyir, insan aldığı nəfəslər qədər insanın deyir elmə ehtiyacı var. Aldığın nəfəsin sayı qədər sənin deyir elmə ehtiyacı var. Yağış ola bilər ki, yerə çox yağar, onun zərər verir. Lakin deyir elm xeyr. Elm nə qədər çox olarsa, elmin çoxluğu deyir, yalnız sənin islahını artırar və sənə faydası çoxalar. Həmçinin qardaşlar, elmin fəzilətinə dəlillərdən biri də nədir? Elm mal dövlətdən daha üstündür. Bu barədə Əli ibn Əbi Talib radiyallahu anhu Kumeyl ibn Ziyada deyir ki, ona elmlə mal arasında olan fərqi Əli radiyallahu anhu başa salır. Öz tələbəsinə elmlə mal arasında fərqi başa salır. Buyurur ki, Əl-ilmu xeyrun minəl-məl. Elm mal dövlətdən daha xeyirlidir. Niyə görə? Baxın, Əli radiyallahu anh nə gözəl bu hədisdə izah edir ki, Əl-ilmu yəhrusuka və əntə təhrusul-məl. Birinci odur ki, elm səni qoruyur. Sən isə mal dövlətini qoruyursan. Mal səni qorumur ki, mal dövlətin səni qorumur ki. Sən onu qoruma, sən onu qoruma zorundasan. Pulun çoxsa qoruma zorundasan, maşının varsa onu bir qarajda saxlama zorundasan. İstər istəməz bu malı qoruma zorundasan. Amma elmi qoruma zorunda deyilsən, elm əksinə səni qoruyur. Birincisi. İkincisi, el-məlu tanqusuhu en-nəfəqə vəl-ilmu yazku aləl-infaq. İkinci fərq odur ki, mal xərclədikcə azalır. Xərclədikcə mal azalır. Amma elm isə deyir, xərclədikcə, onu öyrətdikcə insan elmi artır. Üçüncü fərq deyir ki, məhəbbətul alimi dinun yudanu. Alimi, elm əhlini sevmək deyir, bir dindəndir. İnsanların etiqad edəcəyi dindir. Və təksibuhu ta'a fi həyatihi və cəmil el-əhdus bə'də vəfatih. Yəni, və mənfəatul məli təzul bizəval. İnsanlar alimi sevirlər. Həyat sağlığında da, vəfatından sonra da. Amma deyir, malın mənfəəti deyir, onun sahibi həyatda olduğu sürəcədir. Ola bilər ki, mal sahibini də insanlar sevsin. Bir alimi sevdikləri kimi bir varlığı da sevsinlər. Amma nə qədər sevəcəklər? Yaşadığı müddətcə, öləndən sonra unudulacaq. Amma alim unudulmur. Görürsən, bu alimlərimizin adını çəkirik həmişə. Allah onlara rəhmət edilsin deyə rəhmət oxuyuruq. Onlara sevgi, sayğı ilə onları yad edirik. Hansı ki, bəzilərini, yəni nəinki görmək, yəni bəzilərimiz heç kitabını belə oxumamışıq. Allah Azza və Cəllə onları elmlə qaldırır. Amma varlılar öldüyü gün adları da onların ölür. Və deyir ki, bu üçüncü fərq. Dördüncüsü deyir ki, el-ilmu hakimun vel-məl mahkumun aleyhi. Elm hakimdir, mal isə hökm veriləndir.
Heç görürsənmi mal elmə hökm verər. Mal dövlət elm üzərində hökmdarlıq edir. Xeyr. Amma elm mal dövlət üzərində hökmdarlıq edir. Malından zəkatı necə çıxardacaqsan, onu elmlə bilirsən. Sədəqəni necə verəcəksən, elmlə bilirsən. Malını necə xərcləyəcəksən, elmlə verəcəksən. Malı necə qazanmaq lazımdır, ticari qaydalar, ona da elmə ehtiyac var. Malın üzərində hökmdar kimdir? Elmdir. Bu neçənci fərq oldu qardaşlar? Dördüncü. Və deyir ki, beşinci oldu, deyir ki, mə təxuzzənul əmvali və hum əhyə vəl-uləmə bəqunə mə bəqiyyəd-dəhər. A'yanuhum mafqudətun və əmsaluhum fil-qulubi mevcudətun. Beşinci də odur ki, deyir, var dövlət xəzinədarları deyir, həyatda olsalar belə ölü kimidirlər. Həyatda və nə qədər insanlar var ki, ölüdən bir fərqi yoxdur. Həyatdadır, nəfəs alıb verir, amma ölü ilə bir fərqi yoxdur. Lakin deyir, alimlər deyir, dünya durduqca alimlər duracaq. Gözləri sağ olmasa belə, yəni gözləri həyata baxmasa belə deyir o alimlərin, amma onlar insanların qəlblərində yaşayır, deyir kimidirlər. İnsanların qəlblərində dirilər. Bu 5 dənə fərqi Əli radiyallahu anh gətirir. İmam Tahavi rahimehullah əhl-i imamlarından, Hənəfi məzhəbinin böyük alimlərindən olan İmam Tahavi rahimehullah buyurur ki, bir gün deyir, mən Əhməd ibn Əbu İmranın yanındaydım. Bizim yanımızdan deyir, bir kişi keçdi. Və deyir, həmin kişi deyir, dünya əhlindən olan birisi idi. Yəni, var dövlət sahibi. Və mən deyir, elə bil ki, bir anlığa deyir, qəflətə qafıldım deyir, onun arxasınca baxdım, onun yəni, geyiminə, keciminə, onun var dövlətinə, beynim deyir, nədir, onunla məşğul oldu. Və deyir, bu da mənə nədən məşğul etdi? Elmdən yayındırdı, deyir. Yəni, dərs müraciə oxuyurduq, deyir, müəllimin yanında. Və mənə dedi ki, və mən səni gördüm ki, müəllim deyir, mənə dedi ki, mən səni gördüm ki, artıq bu kişiyə verilən mal dövlət barədə fikirləşdin, verilən dünya barədə fikirləşdin. Mən dedim ki, müəllimə, yəni Əhməd ibn Əbu İmrana dedim ki, bəli. Mənə dedi ki, mən sənə elə bir şey öyrədimmi ki, Allah onun yanında olanı sənə çevirsin, yəni sənə versin, o mal dövləti. Yəni, mən sənə bir şey deyim mi? Yəni, deyim ki, istəyərsənmi ki, Allah Azə və Cəllə onda olan var dövləti sənə versin, səndə olan elmi ona versin. Sən bunu da istəyərsənmi? Və sən də bu şəkildə cahil və varlı şəkildə yaşayarsan. O isə fəqir bir alim kimi yaşayır. Bunu istəyirsənmi? Deyir. Və mən dedim ki, mən heç zaman bunu istəmərəm. Ki, Allah Azə və Cəllənin məni elmsiz buraxıb varlı etməsini, yəni məndə olan elmi o kişiyə verməsini, onda olan varlığı mənə verməsini mən heç zaman istəmərəm. Çünki o zaman deməlidir ki, elm malsız da varlılıqdır. Və elm nə iləndir? Yəni, elm özlüyündə bir zənginlikdir. Çünki o elmi heç nəyi dəyişmək istəmirsən. Baxın, alimə tələbəsi deyir ki, müəllimi deyir ki, sən istəyərsənmi, onda olan elm, onda olan mal dövlət sənə gəlsin, səndə olan elm ona geçsin. Razısanmı dəyişməyə? Deyir, xeyr, razı deyiləm. Varlı, cahil yaşamağı istəmirəm, fəqir alim kimi yaşamağı istəyirəm. Bax, bu da dəlildir ki, elm öz-özlüyündə ayrıca bir zənginlikdir. Və elmin fəzilətinə dəlillərdən qardaşlar biri də elm sahibini, kimdə elm varsa onu günahlardan, həlak olmaqdan və ayağa sürüşkənlikdən qoruyur. Əli və Əbi ki, az öncə dediyimiz rəvayətdə deyir, elm səni qoruyur, sən isə malını qoruyursan. Və İbn Qeym rahimehullah buyurur ki, elm
sahibini himaye edir. Neden? Helak olmaktan. İnsanı helak olmaktan ilim nedir? Himaye edir, koruyor. Çünkü insan bazen olur ki özünü helaka atır, tehlikeye atır. Lakin ilim sahibi olarsa, ağlı başında olarsa, o hiç zaman özünü tehlikeye atmaz. O hiç zaman özünü telef etməklə məşğul olmaz. Lakin ne zaman insan özünü tehlikeye atabilir? İlimsiz olarsa, cahil olarsa, ilim sahibi olmazsa, o zaman baxırsan ki, bizdə söz var, hadi özünü oda alova atır. Özünü hər tərəfə atır. Səbəb də nədir? İlimsizlikdir, cahillikdir. Və bu deyir, İbn Qeyyim rahimehullah misal getirir. Bu nəyə bənzəyir? O deyir, zəhərli yemək yiyənin misalına bənzəyir. Alim deyir, orada içində zəhər olduğunu bilir, onun zərərini bilir, onun elmi onu koruyur ki o zəhəri yeməsin. Ona mani, onu yeməkdən mani olur. Cahil isə onu yeməklə özünü helak edir, özünü o cahillik səbəbindən nəzə özünü öldürməyə, özünü öldürür. Və bu deyir, elmin öz sahibini korumasına deyir, misaldır. Və bu həmçinin deyir, yəni gətirir ki, İbn Qeyyim rahimehullah buyurur ki, bu nəyin misalına bənzəyir? Bu çox bacarıqlı bir həkimin misalına bənzəyir. Və baxırsan ki, bacarıqlı həkim, istedadlı həkim, bildiyinə əməl edən həkim neynir? İnsana xəstəlik gətirən, sağlığına zərər gətirən çox şeydə nədir? İmtina edir. Baxırsan ki, ağıllı biz hər həkimdən danışmırıq. Ağıllı həkim baxırsan, yəni sağlığına zərər verən şeyləri istifadə etmir. Çünki nəyin bədəninə ziyan olduğunu, nəyin xeyr olduğunu yaxşı bilir. Səndən, məndən yaxşı bilir. Çünki onun ixtisası odur. Və bu deyir, alimin misalı da buna bənzəyir. Alim də onun nəfsinə, mənəviyyatına, qəlbinə nəyin zərər verdiyini daha yaxşı bilir. O şəkildə nədir? O əməllərdən uzaq durur. O şəkildə də deyir, özünü qorumuş olur. Və 10-cu olaraq ilmin faydalarından buyurur ki, Allah Azze ve Celle ilmin fəzilətindən dəlillərdən biri olur ki, Allah Azze ve Celle öz Peyğəmbərindən, Muhammed sallallahu aleyhi ve sellemdən heç nəyi əmr etmir ki, mənə filan şey artırmalı istə, tək elmdən başqa. Allah Teala buyurur ki, وَقُلْ Rabbi zidni ilmə. De ki, ey Rəbbim mənim ilmimi artır. Demək ki, Peyğəmbər sallallahu aleyhi ve sellem elə bir əmr yoxdur ki, de ki, mənim malımı artır, övladlarımı artır. Belə bir əmr yoxdur. Tək əmr nədir? Allah ona əmr edir ki, məndən elminin artmağını istə. Başqa heç bir şeyin artmağını istəməyi Allah Azze ve Celle öz Rasuluna əmr etmir. İbn Qeyyim rahimehullah buyurur ki, elmə şərəf olaraq yetərlidir ki, Allah Azze ve Celle öz Peyğəmbərinə elminin artmasını istəməyi əmr etsin. İmam Əlusi rahimehullah deyir ki, bu ayəyə alimlər dəlil getirirlər ki, bu ayə ilmin fəzilətinə dəlillərdəndir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem əmr olundu, Allah tərəfindən əmr olundu ki, bunu istəsin, ilmin artmağını istəsin. Və bəzi alimlər də deyirlər ki, əgər heç bir yerdə Allah Azze ve Celle hətta dünya nimətlərindən heç nəyin artılmasını nə istəməyib, nə də istəmək də əmr olunmuyor. Yalnız ona əmr olunan elmin artmağını istəməkdir. Allah Teala istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin, öyrənib yaxşısına tabanlardan eləsin. Allah Azze ve Celle bizi Allah'ın dinini ixlasla öyrənib, onu insanlar arasında ixlasla yayan qullarına eləsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke ve etûbü ileyk.